Bir çoxlarımız bilirik ki, hal-hazırda imzalar üstünləşir ki, orqanizmə lazım olan bir çox elementlər demək olar ki, çatışmır. Bunlardan ən çoxu da, ən əsası da kalsiumdur. Bu çatışma da sümüyümüz də zəifdir, oynaqlarımızda xırdaqlar da zəifdir. Nəticədə o dediyimiz normda xırdağın yeyilməsi halları baş verir, oynaqlarda buz halları baş verir. Onu da ən çox yayılan diz oynaqlarıdır. Fikir versəniz, yəqin ki, görürsünüz. İnsanlar var ki, əyilib qalxan bilmir. Oturub dura bilmir, yeriyə bilmir, ağırdan dözə bilmir. Bunlara diz oynaqlarında bir artıq bilirlər və bu vəziyyətdə müraciət edirlər həkimə, illər boyu müalicə alır. Mən çox görmüşəm, təcrübələr qətiyyən nəticə ala bilmirlər. Bax, bunun üçün dünyada əvəzi olmayan tam təbii tibb məhsulları var, effekti də əladır. Əldə etmək istəsəniz, əlaqə saxlayın, əldə edin. Və inşallah o problemi qədərində, vaxtında etsəniz, tamamilə aradan qaldırı bilərsiniz. Sağ olun.